onlara çatdıraq və ondan sığış yollar üçün birgə imkanlarımızı səfərbər edib, birlikdə bu problemin həllinə çalışaq. Bizim mətbuat konferansında sizə çatdıracağımız 5 dənə mesajımız var. Yəni, bu mesajlardan biri ondan ibarətdir ki, biz məhz vətəndaş cəmiyyətindəki fəallarımızın, liderlərimizin həbsindən narahatlığımızı ifadə etmək istəyirik. Və qeyd eləmək istəyirik ki, həmkarlarımızı müdafiə edəcəyik, bu istiqamətdə işimizi də təşkil eləmək niyyətindəyik. Qeyd eləmək istəyirik ki, həmkarlarımızın müdafiəsi üçün demokratik dəstək edəcəyik. Qeyd eləmək istəyirik ki, həmkarlarımızın həbs olunması saxta ittihamlara əsaslanır və bu onların heç də vergi qanunvericiliyi və digər istiqamətlərdəki Azərbaycanın milli qanunlarının qorunması ilə əlaqədar deyil. Onların çıxışları ilə bağlıdır, onların gördüyü işlərlə bağlıdır, onların bəlkə əlaqələri ilə, şəbəkələrdə iştirakı ilə bağlıdır. Buna görə birinci mesajımız ondan ibarətdir ki, biz vətəndaş cəmiyyəti olaraq öz həmkarlarımızı sonrada müdafiə edəcəyik və onlar azad olmana qədər vətəndaş cəmiyyətinin nümayəndələri onların qeyri-qanuni olaraq həbs olunmasını əsas götürərək onların müdafiəsi işini təşkil edəcək. İkinci, uzun müddətdir mətbuatla görüşmürük. Burada toxlaşan mətbuat nümayəndələrinə şamil olunmur. Amma ikinci mesajımız ondan ibarətdir ki, mətbuatda xüsusilə mən deyərdim ki, hakimiyyət verir mətbuatda vətəndaş cəmiyyətinin reputasiyasını pisləşdirən, onun nüfuzunu azaldan, onun imicinə xələl gətirən o yalanları, böhtanları təksir edir. Və bu ümumi təksirdir və fərqli qarşısında biz öz müraciətlərimizi mətbuata göndərmişik və hesab edirik ki, bu mətbuatda yazılanlar alır ki, vəziyyətin demək olar ki, ilk mərhələsini təşkil elədi və çox təəssüf edirik ki, bəzi qruplar da ona inandılar və o istiqamətdə gedən yazılara, müzakirələrə dəstək oldular. Və bunun bir məqsədi var ki, Azərbaycanda vətəndaş cəmiyyətini nüfuzdan salmaq, onun reputasiyasını korlamaq. Azərbaycan vətəndaş cəmiyyətinin çox sağlam müzləri var. Bunlar arasında bir çoxları burada təmsil olunurlar. Bunlar ölkəmizin inkişafını, ölkəmizin müstəqilliyini, ölkənin azad və demokratik yolla inkişafını həmişə üstün tutublar. Ölkənin haqlı mövqeyini nəinki milli səviyyədə, hətta beynəlxalq səviyyədə müdafiə edirlər. Və bu istiqamətdə də işimizi davam etdirəcəyik. Yəni, biz dayanmamışıq, biz fəaliyyət göstəririk, vətəndaş cəmiyyəti var. Vətəndaş cəmiyyəti bu günləri bir qismi həbslərdə olsa, bir qismi hesabları blokda olsa, bir qisminin hesablarına həbs qoyulsa da biz fəaliyyətimizi davam etdirəcəyik. Yəni, maliyyə imkanlarımız məhdudlaşsa da bizim fəaliyyətimizi dayandırmaq niyyətimiz yoxdur. Vətəndaş cəmiyyəti Azərbaycanda fəaliyyət göstərəcək. Üçüncü mesajımız vətəndaş cəmiyyəti ilə, mətbuatla bağlı məsələlərə həsr olunur. Bugün bizi narahat edən məsələlərdən biri də məhz son zamanlar bizim vətəndaş cəmiyyətinin özünün daxilindəki kiçik olsa da bu müşkülərdir, ayrı seçkilikdir və bir-birinə qarşı olan ittihamlardır və biz vətəndaş cəmiyyətinin bu yaralarına ən gözəl məlhəmi həmrəylik hesab edirik. Ona görə vətəndaş cəmiyyəti nümayəndələrimizə də belə həssas bir zamanda müraciət etmək istəyirik ki, bu müzakirələrə son qoysunlar. Yəni, bu qarşılıqlı ittihamlar, satınlar, hökumətin adamları, agentlər məsələləri yığışdırılsın. Həqiqətən də bu bizi zəiflədir və bizim ümumi məsələlərimizə zərbə olur. Bizim növbəti mesajımız ondan ibarətdir ki, biz hökumətlə dialog təklif edirik və indiki mərhələdə artıq bir neçə istiqamətlər müəyyənləşibdir. Bir istiqamət ondan ibarətdir ki, məhz siyasi məhbuslarla əlaqəli işçi qrup yaradılır. Həmin işçi qrupda vətəndaş cəmiyyəti nümayəndələri, müdafiəsi ilə məşğul olan bizim həmkarlarımız təmsil olunmalıdır.
bunlar öz tövbələrini verməlidir. Uzun müddətli proseslərlə orada iştirak edirlər. İkinci bir istiqamət, Prezident fərman verib yeni qaydalar hazırlanır və bilirsiniz ki, bu mağarını azlar qadredilen 3 ay vaxt ayrılır. Və biz bu 3 ay ərzində gedən müzakirələrdə hökumətlə tərəfdaş olaraq məhz vətəndaş cəmiyyətinin gələcək fəaliyyətini nizamlayacaq qaydaların hazırlanmasına iştirak etmək istəyirik. Çünki bu qaydalar bizim üçündür, bizim fəaliyyətimizi tənzimləmək üçündür və bizim orada mövqeyimiz olmalıdır, bizim orada təkliflərimiz nəzərə alınmalıdır. Bu istiqamətdə də təkliflərimiz var ki, bunu daha geniş formatda müzakirə etmək istəyirik. Çünki təkliflər bir qrup adından hazırlansa da daha geniş təmsilçiliyi ilə vətəndaş cəmiyyətinin mövqeyini mənəşdirəndə daha güclü olur. Və o baxımdan da biz həmin qaydaların hazırlanmasında da iştirak eləməklə bu prosesə töhfə vermək niyyətindəyik. Və bizim üçün fərqi yoxdur. Qaydalar hansı institut təşəbbüsü ilə hazırlanır. Bizim üçün əsas işlər ondan ibarətdir ki, bizim tövsiyələrimizdə, bizim təkliflərimizdə orada nəzərə alınsın. Yəni bunu qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəkləri Şurasının xətti ilə də təşkil eləmək olar. Bunu Ədliyyə Nazirliyin xətti ilə də təşkil eləmək olar. Yəni bizim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Harada təşkil olmazsa, son müzakirələrdə dəvət alacaqsa biz öz təkliflərimizlə, tövsiyələrimizdə onlarla görüşəcəyik. Yəni, bütövlükdə bu bizim ən vacib mesajlarımızdan biridir ki, biz mütləq bu prosesi, bu problemi həll eləmək üçün diyaloqa ehtiyac duyuruq. Bu diyalog iki tərəflər keçirilə bilər, bu diyalog çox tərəfli ola bilər. Burada beynəlxalq təşkilatların iştirakı, onların prosesə töhfəsi də bizim üçün əhəmiyyətli məsələlərdən biridir. İlkində demək istəyirəm ki, biz qeyri-hökumət təşkilatları adından ictimaiyyətlərə müraciət hazırlamışıq. Kim əgər bu sənəd çatmayıbsa, onu əldə edə bilər. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, bu çox vacib məsələlərdən biridir. Qeyri-hökumət təşkilatlarını tam edirlər ki, onlar xaricdən grant alırlar və nəyə görə xarici beynəlxalq təşkilatlar grantı onlara verməlidir, deməli məqsədləri var, gizli sözləşmələr var. Deməli, burada Azərbaycanın xeyrinə olmayan məsələlər var. Bana qeyd edeyim ki, xaricdən maliyyələşmə ildən il aşağı düşür. 2013-cü ilin yekunları ilə bağlı grant dövriyyəsini fərqindən falan da bəlli olur ki, Azərbaycanda qeydiyyətdən keçmiş grantların yalnız 35%-i xaricdən daxil olan fondlar hesabına maliyyələşdirildi. Evdə qalan 65%-ni isə yerli fondlar maliyyələşdirildi. İkincisi qeyd eləmək istəyirəm, yaxşı, grantın arxasında gizli məqsədlər var. Nəyə görə dövlət grantlardan istifadə edir? İqtisadi İnkişaf Nazirinin saytına girin, orada beynəlxalq donorlar bölməsində mən təhlil elədim. Hal-hazırda Azərbaycan dövlət orqanları 51 dənə grant layihəsi həyata keçirir. Və Avropa institutları ilə, Asiya institutları ilə, beynəlxalq institutları ilə çox sıx əməkdaşlıq var və mən bunu normal hesab edirəm. Məsələn, Asiya İnkişaf Bankı ilə 3 layihə həyata keçirirlər. GMC-nin inkişaf proqramı ilə 8 layihə həyata keçirirlər. Almaniyanın KfW təşkilatı ilə 3 layihə, USAID ilə 10 layihə özəl bir müştərək layihə həyata keçirilir. GIZ ilə 3 regional layihə həyata keçirilir. Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə 4 layihə, FAO Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə 9 layihə, Yaponiyanın Əməkdaşlıq Təşkilatı JICA ilə 2 layihə, SECO ilə 25 layihə, onun 18-i başa çatıb 7-si hal-hazırda həyata keçirilir. SDC ilə layihələr həyata keçirilir. Yəni, mən bunların hamısının siyasını sizə təqdim edə bilərəm layihələrin adlarına qədər. Və eyni zamanda hesab edirəm ki, grant layihələrdə Azərbaycanda reformaların həyata keçirilməsi, ayrı-ayrı dövlət orqanlarının institusional potensialının artırılmasına xidmət edilir. Yəni, burada Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələlərində Dövlət Komitəsi, Alternativ Enerji, Qazproqram Enerji Agentliyi, hətta AZSU kimi dövlət şirkətləri də benefisiar olaraq iştirak edir. USAID ilə işləyirik, bizə digər təşkilatlarla işləyirik, hamısını alıb çəkmək istəmir. Bizim obyektiv dövlət qrantları alanların arasında
Sonra bizdən tələb olunmuş şəffaf olan, təbii ki, mən onu düzgün hesab edirəm və biz həmişə fəaliyyətində şəffaf olmuşuz. Yalnız maliyyə şəffaflığını demirəm, ictimai hesabatda olmuşdur. Hər il konferanslar keçirmişik. Bu istiqamətdə həm fəaliyyət, həm də ki, maliyyə rəqamımızı açıqlamışıq. Həyata keçirilib, nə qədər vəsaitlər ayrılır, o barədə məlumatları da çox istəyib ki, dövlət orqanları açıqlasın. Amma mənim açıqlamaçılarda əldə etdiyim məlumatlara görə Azərbaycanda qrant vəsaitlərinin 90%-i dövlət orqanlarının icrası təşkilat olaraq cəlb olunmaq həyata keçirilir. Yəni, xaricdən gələn dolar vəsaitlərinin vətəndaş cəmiyyətinə görülən hissəsi 10%. Kifayət qədər böyük məbləğlərlə ifadə olunur. Və ona görə də mən hesab edirəm ki, vətəndaş cəmiyyətinin fəaliyyətindəki faydalı və əhəmiyyətli məsələləri biz önə çəkməliyik. Bu prosesdə biz iştirak eləməklə, bu müzakirələrdə cəlb olunmaqla tez bir zamanda vətəndaş cəmiyyətinin dayanan fəaliyyəti varsa, onu cəlb eləməsidir. Vətəndaş cəmiyyəti fəallarından da bir xahişim ondan ibarətdir ki, onlar təbii ki, burada iştirak eləmirlər. Bizim həmişə məramımız, məqsədimiz, dövlətdə fəaliyyətimiz düz olur, dürüst olur. Və ona görə çəkinmək lazım deyil. Hətta mən düşünürəm ki, bu mübarizəni ölkə daxilində aparmaq lazımdır. Çünki nə qədər çətin olsa da bizim üçün biz Azərbaycandayıq, Azərbaycanda bu müzakirəni, bu mübarizəni davam etdirmək niyyətindəyik. Adamların çox sağlam çatdırdı. Mən də bir əlavə etmək istədim ki, həqiqətən də belə paradoksal bir vəziyyət yaranır. Ən əvvəlcədən Azərbaycan dövlətinin məqsədi bəlli idi. Yəni, seçim etmişdir, demokratiya. Ancaq demokratiyanın öz amilləri var, öz strukturu var. Əgər demokratiya yolunu seçmişsənsə, deməli, ona da riayət etməlisin. Azərbaycanın geçmiş prezidenti çox sər göstərdi ki, Azərbaycan sivil ölkələrin sırasında olsun. Avropa Şurasına müraciət edilmişdir ki, Azərbaycan deməli, Avropa Şurasının üzvlüyünə qəbul olsun. Qəbul olunduğu şərtlərdən, necə bir başqa dövlətlər kimi. Bu şərtlərdən öhdəliklər idi. Öhdəlikləri Azərbaycan öz borcunu öz üzərinə götürdü. Və indi QHD sektorunun vəzifəsi nədir? Normal sivil ölkələrdə QHD-lərin sektorun demokratik institutların həyata keçirməsinə nəzarət etməkdir. Dövlətin vətəndaş sektorunun nəzarət deməli, bu düzgün münasibətlər deyil. Dövlət QHD münasibətləri düzgün deyil. QHD buna görə çağırılır ki, nəzarət etsin. Əlbəttə, hər bir vətəndaş əgər qanunu pozulsa, deməli, o cavabdeh olmalıdır. Ancaq indiyə qədər biz bunu müşahidə etməmişik ki, həqiqətən də QHD sektorun nümayəndəsi məhz qanunun pozulmasına görə cəlb olunsun, məsuliyyətə cəlb olunsun. O cəlb olunur məhz onun fəaliyyətinə görə. Bax, bu bizi məyus edir. Azərbaycan QHD-ləri intiham edirlər ki, satqındılar və beynəlxalq təşkilatlara məlumatı çatdırırlar, Azərbaycan imicinə zərbə vururlar. Ancaq qəribəsi odur ki, deməli, əsas hədəf qalıb bir tərəfə və istiqaməti yönəldirlər QHD sektoruna ki, onlar Azərbaycan üçün çalışırlar. Fəaliyyət göstərirlər ki, Azərbaycan həqiqətən də hüquqi dövlət olsun, sivil ölkələrin sırasına imitasiya yaradılmış demokratik ölkə yaratması yox, həqiqətən də demokratik ölkə olmasına çalışmalıdır. Bayaq Mübat bəy danışdı ki, qrantlar deməli,
dövlət sektorundan 51 grant ayrılır. Bəzi araşdırmalar nəticəsində, yəni bu bəzi deyəndə World Bank və s. Deməli, araşdırmalara görə Azərbaycanda dövlət strukturları 94% bu humanitar yardımdan, yəni grantlardan bəhrələnir. Vətəndaş cəmiyyəti sektoruna ancaq 6% çatır. Bu 6%'dadır ki, burada hem müstəqil vəzifələr, hem de ki, hökumət yönlü vəzifələr ki, bunlar mövcuddurlar, biz bilirik və gizlətməyə heç də bir əsası yoxdur, mənası da yoxdur və ona yönəlir. Biz buna görə bu vətəndaş cəmiyyətinə qarşı təqiblərin başa düşmürük. Bu həqiqətən də anlaşılmaz bir vəziyyətdir. Və məsəl üçün, əgər biz təkcə özümüz məyus qalmışıq Azərbaycanda, Azərbaycan fəalları, demokratik və vətəndaş cəmiyyətinin fəalları, ancaq dünya hamısı buna məyus qalır. Belə beynəlxalq struktur yoxdur ki, belə beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanda insan haqlarının vəziyyəti bərbad vəziyyətdə olmasın. Demokratik institutların inkişafın sual altına qoyulması məsələsini deməli, gündəmdə saxlanır. Avropa Şurasında Azərbaycan barəsində hər il dinləmələr olur. Balaca inkişaflar olmasına baxmayaraq, buna əsasən buna yönəltmirlər öz fikirlərini. Məhz buna görə ki, nöqsanlar o qədər çoxdur və insan haqları o qədər çox bozulur ki, artıq buna baxanda o demokratik inkişaflar da içir. Ancaq həqiqət də bundan ibarətdir ki, o inkişaflar çox da böyük deyil, çox əfsuslar. Biz çox istərdik ki, Azərbaycan barəsində danışaq, biz fəxrlə danışaq. Harada olursa fəxrlə danışaq. Bir balaca bir şey olanda, bir balaca bir addım olanda demokratiyada olur. Biz de bunu bayram edip danışırıq ki, bak bu məsələdə biz bir addım ilerledik. Ancaq biz bir addım ilerli edəndə 10-11 addım arqaya gedirik. İndiki vəziyyət, mən heç sizə inandırıram ki, mən 25 ildən çoxdur demokratik məktəbdəyəm. Mən belə bir vəziyyəti və 20-23 il bundan əvvəl görmüşəm. Çox ağırlı bir vəziyyətdir. Və ağırlıq ondan ibarətdir ki, həqiqətən də vətəndaş cəmiyyəti təqib olunur. Azərbaycanda mürtəci bir qanunlar qəbul olunur. Qanunlar, demokratik ölkələrdə qanunlar buna görə qəbul olunur ki, xalqa daha asan yaşamağa imkan versin. Vətəndaş cəmiyyətinin inkişafına köməklik etsin. Onun işinə çətinlik yaratmaq deyil. Ancaq biz bunu müşahidə edirik. Vəziyyət bax belədir. Həbsdə olan bizim dostlarımız, həm həmkarlarımız, həm də dostlarımız həbsdədir. Mən işlədik İntiqam Əliyevi həbs edirlər və özümə gələ bilmirəm. Bu adam Azərbaycan üçün və o qədər çox elədiyinə baxmayaraq və bu təmiz işləməyinə baxmayaraq bu adam həbsdədir. Bu nə həqiqətdir belə? Bu nə vəziyyətdir belə? Mən həqiqətən çalışıram buna bir cavab tapım, ancaq cavab da məni məyus edir. Əgər Azərbaycan elan edib ki, biz demokratiyanın qurumu və sivil ölkələrin sırasında olmaq istəyirsə, vəziyyəti dəyişməlidir. Belə vəziyyət uzun çəkə edilməz. Mən həm də tarixçiyəm. Yəni, tarixçi kimi də deyə bilərəm ki, yaranmış vəziyyət Rusiyalar bu diktaturaya gətirir. Diktatura da uzun müddət tarix boyu, bu xristiyanlıqdır. Tarix boyu diktatura yaşaya bilmir uzun müddət. Müvəqqəti ancaq.
Siz indi bizim geçmişimizə biraz bir diqqət yetirin. Geçmişdə o sosyalist ölkələrin inkişafına bir bakın, geçmiş sosyalist ülkelerinde. Onlardan Polşa'dır, Çekoslovakya'dır, Bulgarya'dır, müharibəsi məsələsində nə Azərbaycana hansısa bir sanksiya yer etməsinə biz bunu istəmirik. Siz məni yaxşı tanıyırsınız. Bilirsiniz ki, mən sülh adamıyım. Mən radikal da adam deyirəm. Və həmişə çağırış edirəm ki, gəlin diyaloqa gedək. Diyalog bizə çox vacib lazımdır. Ancaq o diyalog yoxdur, o dikteyle olsun, seçim etsinlər ki, bak bu, sən gəl, mən səninlə diyalog aparam. Bu tam müstəqil olmalıdır. Beynəlxalq strukturların patronajı altında olmalıdır. Egidası altında olmalıdır. Tam müstəqil diyalog və bu diyalog həqiqətən də bir nəticə verə bilər. Siyasi Azərbaycan salamlayıram hamımızı və bu son hədislərlə bağlı demək istəyirəm. Hamıya məlumdur ki, bizim dostlarımızın, həmkarlarımızı qanunsuz və qanundan kənara siyasi sifarişlə həbs olunur. Amma bizi narahat edən hal-hazırda mülki problemdir. İyi deməli, Emin Hüseynovun yoxa çıxması. Heç bir məlumat, əgər mətbuatda belə bir məlumat çıxıbsa, ailəti orqanlar buna açıqlamaq gətirməlidirlər və ictimaiyyətə çatdırmalıdırlar. Bu necə yoxa çıxıb, axtarırlar, cinayət axtarışının üçün elan olunmalıdır. Etmiş adam kimi bir status verilməlidir və bununla bağlı işlərə təhqiqat aparılmalıdır. Biz bunları görürük. Biz buna çox narahatıq və bunları açıq çatdırmaq istər hakimiyyət orqanlarındakı buna aydınlıq gətirməlidir. Və ikinci bizi çox narahat edən odur ki, həbs olunan şəxslərin saxlanma şərait, Leyla Yunus, Arif Yunus və İntiqam Əliyev. İndi Rəsul Gəfərov biraz cavab olan biraz özümüdür. Amma Leyla xanımın da yaşlıdır, ağır xəstəlikləri var. Arif Yunus da yaşlıdır, o da ciddi problemlər var səhətində və İntiqam Əliyev. Bu yaxınlarda mətbuatda vəkillərindən məlumat gəldi ki, Leyla xanımın vəziyyəti çox pisdir və sonunda Leyla xanımın öz məktubu qəzetdə ki, pisdir, vəziyyəti pisdir və üstəlik dava dərmanla çatdırılıb tibbi xidmət görülmür barəsində. Və tüm qanunları pozan üstəlik sorğat da qəbul olunur. Bizim təcrübxanalarda Kürlə xanımın özündə o da ərzaq təminatı çox aşağı səviyyədədir. Ona görə açan baxsız, yüzlərlə adam hər gün sorğat gətirir öz ailəsi. Əslində belə olmamalıdır. O görə keyfiyyətli, normal ərzaq olmalıdır ki, cəmanın ehtiyac olmasını yerdən götürmək. Amma bunlara onu tıxadan edir. Onu da hakimiyyət orqanlarına xatırlatmaq istəyirəm ki, Azərbaycan penitensiar xidməti, Avropa Şurasının penitensiar xidmətinə qoşulur. BMT-nin və digər sənədləri ilə müsalim hansında ki, birinci növbədə gedir, saxlanılan şəxslərin ləyaqəti alçalmamalıdır və hüquqları təmin olunmalıdır. Açıq-aşkar bütün ictimaiyyəti, beynəlxalq aləmin göz qabağında belə adamlara hansı ki, vicdan məhbusu elan olunurlar, onlara qarşı belə yalnız işgəncə kimi qəbul olunur. Bu yaxınlarda özündə vəkillə birgə ki, Kürdə xanım təcrübələrinə verəcəm, çalışacaq bəlisindən görürsün, çətin məsələdir. O da baxanda ki, lövhədə yazılar görüş günləri, vaxtları da var, heç nə qəbul ilə, nə bir izahat verirlər. Yəni, bizim çox narahat edir bu işini. Əslində, qayda qanunla səhhəti yaxşı olmayan, xəstə adam, daim yaşadığı yeri olan adam ev dustaqlığı ilə əhləslənir. Yəni, bunları orada saxlamaqla belə vəziyyətdə açıq-aşkar qərəzli qurlara münasibət bildirir. Onlar Azərbaycan vətəndaşıdır, onların günahları yoxdur, vəziyyətləri pisdir və onlarla qanunla, qanun çərçivəsində rəftar olunmalıdır. Teşekkür ederim. Bir iki şey əlavə etmək istəyirdim. Məsələ
Azərbaycanda nə başlıqlı mənim üçün bir dəhşətli yoxdur. Hələ ki, inana bilmirəm ki, bu Azərbaycanda var. İkincisi, güclü müstəqil sivil cəmiyyət, güclü dövlətin ən vacib bir amillərdən biridir. İndi bizdə bu güclü, müstəqil sivil cəmiyyətinin neytrallaşdırma prosesidir və bu boşluq siz yaxşı bilirsiniz neyle doldurulacaq. Yəni, əgər belə deyək, sivil, dünyavi, liberal cəmiyyət məhv olunur, bunda başqa cümlələr onun yerinə gəlir. Mənə elə gəlir ki, müsəlman ölkələrin arasında Azərbaycanın ən böyük üstünlüyü məhz bu sivil, dünyavi, liberal cəmiyyətinin mövcudluğudur. Və bunu sən gərək qoruyasan, ona bütün şərait yaradasan ki, o inkişaf edesin. Və bununla fəxr eləmək lazımdır. Mən 92-ci ildən beynəlxalq səviyyədə Azərbaycanı təmsil edirəm. Çox mürəkkəb vaxtında, misal üçün, Qarabağ məsələsindən bağlı çox iş görmüşəm. Hələ ki, onun adı, Contract of the Century yox idi, belə şeylər. Yəni bu, o deməkdir ki, sivil cəmiyyətin qabartma da funksiyası var. Hələ ki, rəsmi orqanlar o qədər də onların resursları yox idi, heç nə yox idi. Amma ayrı-ayrı və burada oturanlar da indi onu sübut edirlər ki, hər şeyi dövlət eləyə bilməz. Bunun funksiyalı, çox funksiyalarını sivil cəmiyyət aparır, həm də beynəlxalq səviyyəsində. Sivil cəmiyyətin çoxlu funksiyalar var, amma mən 3 funksiyanı sizin diqqətinizə gətirmək istəyirəm. Birinci, agenda setting, yəni problemlərin formalaşması, yəni problemlərin və məsələlərin gündəmə gətirilməsidir. İkincisi, monitoring, bundan artıq danışılır. Üçüncüsü də service providing, yəni xidmətlərin göstərilməsi. Bu agenda setting birinci funksiya çox vacibdir və məhz onu biz indi görür, birincisini və ikincisini funksiyasını cəmiyyətin indi elə bir kökündən vurmaq istəyirlər. Bu, zəif dövlətə gəlir və mənə elə gəlir ki, biz mütləq buna ciddi bir münasibət göstərməliyik və öz funksiyalarımızı biz yerinə etməliyik. Təşəkkür edirəm. Sizlər onları dinlədiniz və gördünüz ki, həqiqətən biz fərdi deyil, ümumi problemlərimizdən danışdıq. Problemləri təqdim edərkən də təbii ki, çalışdıq ki, Azərbaycanda, Azərbaycanın inkişafı üçün, Azərbaycanın gələcəyi üçün vətəndaş cəmiyyətinin rolunu və tövbəsini göstərək. Baxmayaraq ki, burada oturanların hər birinin fərqli problemləri də var. Təmsil etdikləri təşkilatın hesabları işləmir, bank hesablarından söhbət gedir. Hər birimiz müxtəlif vaxtlarda baş prokurorluqda indirilmək üçün çağırılmışıq. Amma bütün bunlara baxmayaraq bizim istədiyimiz bugünkü mesajlar da, bəyanatlar da onu göstərir ki, biz Azərbaycan üçün, Azərbaycan vətəndaş cəmiyyəti üçün bundan sonra da fəaliyyət göstərmək və onu qorumaq, onu gücləndirmək niyyətindəyik. Qeydləri hamısını dəvət eləməmişik və onları təbii ki, biz dəvət edib qala yüksək, daha böyük sala ehtiyac yaranardı və həm də bəyan qeyd edədiyimiz kimi bank hesablarımızla bağlıdır, ona görə kiçik və daha ucuz sala istəyik verdik. Elə bir tədbirlə keçirmək istəyik ki, ayrıca ayrıca qeyri-hükümət təşkilatlarının bir formunu keçirmək istəyirik. Onunla da bağlı müzakirələr gedirlər, bu gələcəkdə olan, yaxın gələcəkdə olan planlarımızdan biridir.
daha sonra əvvəldə işlədik mesajlarımızı satıraq yapmaq vasitəsilə. Biz bu müzakirələri daxildə davam etdirmək istəyirik. Müxtəlif sosial qruplarla, onlarla birgə vəziyyətin çıxış yolunu tapmaq istəyirik. Gələcək fəaliyyət planlarımızda da onlar daxildir. Yəni, situasiya çox sürətlə dəyişir. Hər gün yeni xəbərlər, yeni iddialar, yeni problemlər biz görürük. Buna görə də əsas fəaliyyət proqramımız yəni ki, bəzi məsələlər aydınlaşandan sonra sentyabr ayına başlayacaq olunmağa. Çalışacaq ki, bundan sonraki tədbirimizi sizin dediyiniz görüşmə təşkilatlarının ümumi bir tədbirinə keçirək və orada daha geniş təşkil istiyoruz. Baş verdiyini dəyərləndirmək üçün vaxt lazımdır, zaman lazımdır. Orada da hər şey o qədər sürətlə, o qədər tez baş verdi ki, hətta belə təsəvvür yaranında ki, elədir ki, bu hakimiyyəti kimsə qovur. Yəni ki, tez edin və prosesi tez başa çatdırır. Çünki həqiqətən də kənardan müşahidə edərdə birinci qənaət bundan ibarət ola bilər. Çox sürətlə getdi proseslər. Yəni bir tərəfdən başladı ki, öz daxili məsələlərimizlə məşğul olaq. Çünki hesab elədik ki, bildiriş alacaq, aparacaq banka hesabımızı üzərindən təfsil və yaxud bloku götürəcəklər. Və o da əlavə bizim resurslarımızı tələb etdik. Yəni, bunun üçün sənədlərin tərcüməsi, notarisə getməsi, sənədlərin tərcümasında çalışdıq bu işlərlə məşğuldur. Azərbaycanın qanun tezliyinin tələblərinə uyğun olaraq zaman apardı. Yəni, bir müddət ona itirdik. İkinci, yəni, bu həbslər məsələsi gündəmə gəldi. Hesab edirəm ki, müəyyən narazılıq yaratdı. Üstədə yerləşmə təşkilatlarında bəziləri ehtiyatlanmış mövqedir var və o da ümumiyyətlə bu reaksiyalara, bu müzakirələrə qoşulmadılar. Bu da ikinci səbəbdir. Üçüncü də düşünürəm ki, bizim özümüzün də səfərlər olub, belə səfərləri keçirmək üçün vaxt lazım idi. Buna bəzi obyektiv səbəblər də vardı. Ramazan ayıydı, keçən ay. Eyni zamanda bu ay məzuniyyət ayıdır. Adamların çoxu Bakıda yoxdur. Bunlara səfərlər eləmək, yığmaqda və ya vaxt aparır. Və mənə elə gəlir ki, həm belə təsəvvüyyəti, həm də obyektiv səbəblər oldu. Ona görə də riyasetə gecikdi. Amma düşünürəm ki, bundan sonraki dövrdə artıq o obyektiv səbəblər yoxdur. Məzuniyyət dedi ki, Ramazan ayda bitirdi, güzel bir dövr gəlir və öz səhvinalarımıza dəvət edib, tədbirlərini davam etdirməkdir. Deməli, işçi qrupası ilə bağlı. Siz bilirsiniz ki, bir işçi qrupası olub bir neçə il bundan əvvəl və bu işçi qrupası da bizim Andres Kerkel'in təşəbbüsü ilə yaranmışdır. Bəli, deməli, bu baş vermişdir. Baş vermişdir və çox qəribədir ki, bir müddətdən sonra bana qarşı bir kampanya başlamışdır. Onun əsası yox idi, o kampanyanın. Çünki nəticələr var idi. Dövlət strukturları ilə hüquq müdafiə təşkilatlarının səylərin nəticəsində, o dialoqun nəticəsində 170 nəfərin qorumaq, müdafiə etmək və həbsdən saxlamaq mümkün idi. Bir çoxlarına qarşı olan işgəncələri dayandırmaq mümkün idi. Yəni, onun faydası var idi. İndi argüment edin, bu kampanya başlamışdır. İndi onun məqsədləri niçin baş vermişdir belə, bu çox uzun bir söhbətdir. Ona toxunmuyor. Ancaq onu xatırlamaq istəyir ki, Andres Kerkel'in təşəbbüsü idi o. Hökumət tərəfindən yox, Andres Kerkel. İndi də yenə də yanla belə bir təşəbbüs göstərir. Biz əlbəttə ki, hüquq müdafiəçiləri buna əlbəttə çox sevinirik. Çox sevinirik ki, əlimiz çarpmayan bizim həmkarlarımıza, əlimiz çarpmayan vətəndaş cəmiyyətin nümayəndə elə ki, tamamilə təqsirli olmayan şəxslərə, sadə insanlara etmək mümkün ola bilər. Buna görə mən onu dəstəkləyirəm. İndi onun tərkibi hər iki müəyyən olunmayıb, sən sualıma demiş cavab və işçi qrupasına deməli, hər iki tərkibi müəyyən olunmayıb. Bununla bağlı bir çoxlarınız bilirsiniz,
bak burada Samir Kazımov da burada oturur. O bizim başka bir grubumuzun üzvüdür, Elşən müəllimdə. Deməli, bizdə müdafiə komitələrinin koordinasiya şurası yaranmışdır. Bir müddət, elə bilir, onun fəaliyyəti səngidir. Biz istəyirik onu təzədən bərpa edək, onun iclasını keçirək. Orada vəkillərlə hüquq müdafiəçiləri birgə fəaliyyət göstərirlər və o işçi qrupasının tərkibini orada müzakirə edək və bununla bağlı müraciət edəcəyik o yanında və iqtidar nümayəndələri, müvafiq orqanlarına ki, onların tərkibindən deməli kimlər olacaq. Bu belə olmayacaq ki, hökumət kimi istədi, onu da o işçi qrupasına təyin edər. Bu düzgün olmayacaq, bunu düzgün hesab edəmirik. Biz özümüz üçün belə və Röyan sualı ki, nələrcə həll edəcəksiniz? Əgər onda bizim müraciətimiz də var və Qubat bəy səsləndirdi, bizim 5 məsəlimiz müraciətdə olan əsas fikirlərimizi. Orada da o ideyalar var ki, biz nə fikirləşirik və nə təklif edirik. Təkliflərdən biri yenə də təkrarən deyildiyimiz, danışdığımız və istədiyimiz dialoqdur. Dialoq təkcə insan haqları çərçivəsində yox, müdafiəsi çərçivəsində yox, daha geniş mənada. Vətəndaş cəmiyyətinin müdafiəsi, Azərbaycanın müdafiəsi. Bunun üçün Azərbaycan gələcək naminə. Bu mütləq lazımdır və biz bunu çox istəyirik. Deməli, dostlarımız azad olunsun. Mən çox istərdim bu ifadədən istifadə edim, çünki mən onların günahsız hesab edirəm. Ancaq bilirəm ki, bu formada müraciət təmsilli olaraq və sizə üzümüzü tuturuz hamımızı, əgər siz işinizə qoşulun, qoşulmaq da yox, irəlidə olun, özünüz idarə edin. Biz adətən yarattığımız strukturlar konsensus əsasında olur. Konsensus əsasında və həm də ki, rotasiya şəklində, sərbilik rotasiyaları olur. Buna görə siz dəvətlisiniz, maraqlı olanlar siz dəvətlisiniz. Jurnalistlərin də orada rolu ola bilər. Jurnalistlərin çünki insan haqları qorunmasında rolu düzdür. Qanun olduğunu deyirlər. Tam olurlar ki, qanunsuz sahibkarlıq fəaliyyətinə məşğul olurlar. Qrant qeydiyyatdan keçib bildirik şahıdır. Çünki əvvəldən bildirik şahı olunur. Həmin qrant bir əməliyyat aparılırsa, təşkilat itham olunur ki, qanunsuz sahibkarlıq fəaliyyətidir. Halbuki bu qrant müqaviləsi imzalanmışdır. Ədliyyə Nazirliyi onun qeydiyyat alırsa, bu istiqamətdə bank əməliyyatları getmişsə, burada hansı bir qanunsuz sahibkarlıq fəaliyyətindən söhbət edirlər. Yəni, ithamların belə saxta əsasları var. Belə deyil, məsələlər üzrə müzakirə eləməyə hazır ki, həqiqətən hamısı qanun çərçivəsində olsun və bu əsas ithamlarla yürüşdürülsün. Həqiqətən də bizim tərəfdaşlarımız təşəbbüsə qoşulacaqsa, onlar yanında olanlarda belə bir tədbiri məhz vətəndaş əməliyyat forumunu iclası altında keçirmək niyyətindəyik ki, orada vahid mövqeyini də təqdim edəklər ki, bura bugünkü tədbirə də təqdim edildiyimiz mətbuatlar çatdırdıq mövqedə bizim vətəndaş cəmiyyətinin iştirak edən və eyni zamanda bu yazışmalara qoşulan nümayəndələrinin birgə mövqeyidir və biz bunlar haqqında çiçək edirik. Cəmiyyətin Müdafiə Komitəsinin tədbiridir. Ona görə bizim pres konferensiya deyil, yəni sizin mövqeyinizdir. Amma eyni zamanda milli platforma, vətəndaş cəmiyyəti forumunun milli platformasına Qubat bəy bölüşmüşdü ki, yəni ayın 15-də tədbir keçir, orada iştirak edeyim. Mən hətta iştirakını təsdiq eləməsəm belə, yəni eləyə bilməmişdim. Çünki texniki problemlər var idi. Amma gəlib iştirak elədim, ona görə də iştirak eləməyə gəlmişəm bu. Yəni ki, bilavasitə sizi dinləməyə gəlmişəm, problemləri dinləməyə gəlmişəm. Mövqeyi münasibət bəlli, yəni sizin də verdiyiniz müraciətdə, eyni zamanda indiyə qədər paylaşmalarda, yarışmalarda bütövlükdə vəziyyət bəllidir. Yəni mən belə düşünürəm ki, sizin Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi hər hansı bir tədbir keçirdirsə, biz o tədbirdə
iştirak edirik və biz iştirak eləmədiyimiz halda, yəni müəyyən bir söz-söhbət ola bilər ki, bunlar gəlmirlər, məqsəd yönlü gələ iştirak eləmirlər. Yalnız ona görə mən bugün iştirak edirəm ki, biz vətəndaş cəmiyyətinə bütövlükdə və vətəndaş cəmiyyətinə hər hansı bir problemdən kənarda deyilik, biganə deyilik, biz bu problemlərin içindəyik, bu proseslərin içindəyik. Çox sağ olun. Cəmiyyətə çox sevindik. Siz GT koalisiyasının rəhbərisiniz. Buna görə də sizin iştirakçınız bizim üçün əlavə dəyər deyil. Qalan halda fikirlərinizdə siz nə vaxt təqdim etmək istəsəniz, biz o prosesə qoşulmağa hazırıq. Və həqiqətən bu günləri çox vacibdir ki, vətəndaş cəmiyyəti ikişlər arasında, xüsusilə də bu aliyanslar arasında bir həmrəylik olsun, bir birlik olsun və burada Akif bəylə narahatlığını görüşürük ki, bir ağırlı proseslə gedir ki, çoxdan başlayan hakimiyyət yönlü, müstəqil və yaxud da radikallar, loyallar adlı bir qruplar daha açıq sərhədlə ki, bir-birindən daha uzaq məsafədə dayanmaqla bu proses gedir və biz bundan da çox maraqlıyıq və istəyirik ki, onsuz da qədər də belə deyək ki, sayca da, resursca da güclü olmayan Azərbaycan vətəndaş cəmiyyəti parçalanmasın, vətəndaş cəmiyyəti müvahiq mövqeyi olsun. Mən bilirsiniz, Qırğızstana tez-tez gedirdim, məsələn, bu yaxınlarda orada oldum, onlardan soruşdum ki, bunların əhalinin sayı 5 milyon yarımdır, təxminən 2 dəfə azdılar. Soruşdum ki, nə qədər sizin qeyri-hökumət təşkilatları var? Qeyriyyatdan keçirilən hökumət təşkilatlarının sayı 10 mindən çoxdur. Və onların qrant dövriyyəsi bizim qrant dövriyyəsindən 3,7 dəfə çoxdur. Yəni, biz onsuz da başqa ölkələrlə nəsə Gürcistanla da müqayisə edəcək, onlarla da müqayisədə vətəndaş cəmiyyəti olaraq böyük resurslara malik deyilik. İndiki halda az resurslarla özümüzü zəiflətməyə gedən proseslərə də rəvat verməliyik. Amma burada da müəyyən xətt görsənir ki, bu məqsədlidir, bu kimlərsə müfətli müdafiə edir, kimlərsə müfətli əleyhinə gedir və belə qruplar toplanışır. Mühəndəsinə də təşəkkürünü bildirmək istəyirəm. Çox sağ olun ki, daha sizin burada iştirakınız, sizin suallarınız və sizin məsəl çatdığınız fikirlər hesab edirəm ki, bu prosesdə müəyyən dərəcədə bəzi dəyişlərə gətirib çıxara biləcək və bu dəyişlərə gətirib çıxartması olduğu üçün müəyyən əsaslar olacaq. Amma gəlin hərəkət edək, işimizi davam etdirək və bu vəziyyətdə bir yerdə çıxar. Çox sağ olun, təşəkkür edirəm. Buna həbsləri pis dedik və hesab edirik ki, həbs olunmuş vətəndaş cəmiyyəti liderlərinin qarşı irəli sürən iddiaların böyük əksəriyyətinin əsası yoxdur və onlar qanunsuz olaraq həbs olunmuşlar və onların günahsız olduğunu biz bəyan edirik. Bu yaxınlarda biz Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin toplantısında müzakirə elədik ki, bu siyasi məhbuslar məsələsi, həbslər məsələsini biz ayrıca müzakirə edək, çünki bunun əhatə dairəsi getdikcə genişlənib və eyni zamanda müxtəlif ittihamlar, fərqli yanaşmalar var və biz deməli bu həbs olunanların hüquqları Müdafiə Komitəsinin Koordinasiya Şurasının toplantısını keçirdik və hesab edirik ki, həm əvvəl həbs olanlar, həm yeni həbs olanların vəkillərini də dinləyək, eyni zamanda komitə rəhbərlərinin iştirakı ilə onların rastlara çıxması uğrunda mübarizə aparmaq niyyətindəyik. Ümumiyyətlə, Emin Hüseynovun itkin itməsi ilə bağlı hansısa orqanlara müraciət olunub, bu haqqında işlər gedir. Bu barədə biz müraciətlər eləməmişik, çünki məlumat gözləyirik, həqiqətən qeyri-müəyyən bir vəziyyətdə hesab edirik ki, buna müvafiq olaraq adekvat şəkildə dövlət strukturlarında, əlaqədar dövlət strukturlarında mütləq açıqlama verməlidirlər ki, nə baş verir. Həqiqətən hələ nəyin necə baş verdiyini vətəndaş cəmiyyəti tam şəkildə aydınlaşdıra bilməyib. Çünki biz tərəfdən olan informasiyalar kifayət deyil ki, biz vəziyyəti olduğu kimi təqdim edək və bunun üçün dövlət orqanları müdaxiləsinə və bu istiqamətə açıqlamasına ehtiyac var.